Salam uşaqlar, hər birinizi xoş gördük. 9 mart 11-ci siniflər üçün buraxılış imtahanı olub. Orada müxtəlif sual tiplərindən istifadə olunub. İndi mən 83-cü suala baxacağam. 83-cü sualda deyilir ki, ABC üçbucağında C 90 dərəcədir. C bucağımızı çəkək. A. Deməli, bu da olsun B. C 90 dərəcədir. AD tənböləndir. Tənbölənizi çəkək. Bilirik ki, tənbölən bucağı yarıya bölür. Ona görə də qeydimi apardım. CD 2,4-dür. AB 8,5 cm olarsa, ABD üçbucağının sahəsini tapın deyir uşaqlar. ABD üçbucağını birinci tapaq görək hansı üçbucaqdan gedir söhbət. Deməli, S üçbucaq ABD-dən gedir söhbət, bərabər sual işarəsi. Deməli, uşaqlar, burada verilənlərdə tənbölən var. Tənbölənin xassələrini yadımıza salırıq. Tənbölən biz bilirdik ki, bucağı yarıya bölür. Eyni zamanda, deməli, onun belə bir xassəsi var. A bölünsün B bərabərdir M bölünsün N-ə. İndi mən də burada AC katetini bilmirəm. Bura yazıram A. Bir də DB hissəsini bilmirəm. Orada yazıram B. Başlayıram nisbətləri yazmağa. Yəni A bölünsün 8,5, 2,4 bölünsün B. Tənasib ki, vurub açsaq buna. AB bərabər 8,5, vurulsun 2,4. Onda AB də bərabər olar 20,4-ə. Uşaqlar, bizdən üçbucağın sahəsini istəyir. Yəni ABD üçbucağının sahəsi. Mən görürəm ki, ABD üçbucağının necə üçbucaqdır? Körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucağın sahə düsturu necə tapılır? Tərəf və həmin tərəfə çəkilən hündürlük veriləndə S bərabər 2/1 tərəf vurulsun həmin tərəfə çəkilən nə? Hündürlük. Yəni düsturu bundan hesablanır. İndi mən baxıram görək. Burada deməli B körbucaqlı üçbucağın tərəfidir. B tərəfi. Və B tərəfinə çəkilən hündürlük isə baxın burada AC-dir. AC də nəyə bərabərdir? A-ya bərabərdir. Yəni A həm də hündürlüyə bərabərdir. Onda S də bərabərdir 2/1. Deməli B tərəfi məlumdur. B vurulsun və B-yə çəkilən hündürlük də var burada. Baxın B-yə çəkilən hündürlük baxın fərqli rənglə qeyd edeyim. Baxın buradır. Çünki burada A təpəsindən B tərəfinə mən hündürlük çəkə bilmirəm. Ona görə B tərəfini uzatmışıq və həmin uzantıya A nöqtəsindən hündürlük çəkmişik. H-ı. H da A-ya bərabərdir. Yəni B vurulsun A. Onda S də bərabər 2/1. BA nəyə bərabərdir? Artıq baxın burada tapmışıq. BA 20,4. 20,4-dən 2/1 hissəsi eləyir 10,2. Bu da bizim cavabımız.